Salam əziz həmkarlar. Taksonomiya sınaq izahına baxırıq. Şagird hərəki bacarıqların mənimsədiyini nümayiş etdirir. Hərəki bacarıqlar var. Əgər bunun mənimsədiyini nümayiş etdirirsə, deməli hərəki bacarıqları başa düşüb, anlayıb ki, nümayiş edə bilir. Və hər hansı bir proses var. Deməli prosedural bilikdir. Təfəkkür olaraq da məntiqi təfəkkürdür. Uzun Həsənin tarixindəki rolunu dəyərləndirir. Əgər dəyərləndirirsə, deməli dəyərləndirmək mərhələsində münasibət bildirəcək. Dəyərləndirmə tənqidi təfəkkürün açar sözüdür. Hər hansı bir şeirə, mövzunun əsas hissəsinə fikir bildirib dəyərləndirirsə, bu da konseptual bilikdir. A bəndi. Şagird Azərbaycan dili dərsində sayın quruluşca növlərini öyrənir və növlərə aid nümunə göstərir. Başa düşüb, anlayıb ki, nümunə göstərə bilir, anlama mərhələsi. Əgər nümunə göstərə bilirsə, deməli konseptual bilikdir və məntiqi təfəkkürdür. Fiziki tərbiyə dərsində uzunluğa, tullanma qaydalarını öyrənən şagird, uzunluq bir prosesdir. Hər hansı bir prosesi, ardıcıllığını öyrənirsə, prosedural bilib. Öyrənib tətbiq edirsə, tətbiq etmək mərhələsi və məntiqi təfəkkür. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl edir. Qaydaları bilib tətbiq edir. Deməli, tətbiq etmə mərhələsi bir prosesi tətbiq edir. Prosedural bilik, bir də məntiqi təfəkkür. Müxtəlif canlılarda gedən həyatı prosesləri fərqləndirir. Müxtəlif canlılarda gedən həyatı proseslər faktoloji bilikdir. Bu biliklər arasında əlaqə qurub fərqləndirirsə konseptual bilik. Başa düşüb anlayıb ki, fərqləndirir və məntiqi təfəkkür. Funksiyasında təyin oblasını tapan şagirddə. Bu bir prosesdir, icradır. Prosedural bilik, dərsə baxır, onu tətbiq edir, tətbiq etmək mərhələsi, məntiqi təfəkkür. Müəyyən üsullarla kodlaşdırılmış informasiyanın həcmini ölçür. Hər hansı bir prosesi ölçür, icradadır, prosedural bilik, tətbiq etmək, məntiqi təfəkkür. Slaydla yeni komponentlər və effektivlər əlavə edir. Yenilik varsa onsuz da artikulyasiyadır, yaradıcı təfəkkürdür, yenilik varsa və slaydda yeni komponentlərdir, fərqli faktoloji bilik arasında əlaqə qurur. Konseptual bilik. Digər obrazlarla müqayisə etməklə yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanı müdafiə edir. Baxın, digər obrazlarla müqayisə edir, yazıçının münasibətini tapır, təhlil edib tapacaq. Fikrini əsaslandırırsa, əsaslandırma tənqidi təfəkkürdür və konseptual bilikdir. Avropa və Şərq mədəniyyətinin inkişaf xüsusiyyətlərini izah edir. Başa düşüb anlamalıdır ki, izah etməlidir. Anlama mərhələsi, izah edirsə konseptual bilik. Qlobal problemlərin həllində dövlətlərin rolunu şərh edir. Şərh edir, izah edir, nümunə gətirir. Bunlar hamısı konseptual bilikdir. Müəllim şagirdlərə bitkilər haqqında layihə hazırlamağı tapşırır. Hazırlamağı tapşırır, demir layihə hazırlayır. Hazırlayır olsaydı prosedural bilik olardı. Hazırlamağı tapşırır. Müxtəlif funksiyalar arasında əlaqə quracaq, müxtəlif faktoloji biliklər arasında əlaqə qurub layihə hazırlayacaq. Bu olur konseptual bilik. 500 dairəsində ədədləri tanıyır, yadına salıb, xatırlayıb tanıyır, faktoloji bilik. Ədədin faizini və faizə görə ədadı tapır. Hər hansı bir proses var. Prosesdir, icradır, bu prosedural bilikdir. Verilmiş əsərin mahiyyətini anlayır, başa düşür, nümunə gətirir, qruplaşdırır, ümumiləşdirir, bu konseptual bilikdir. Hündürlüyə tullanmaq üçün bacarıqları bilir. Bacarığı bilir və ya tullanır, hər ikisi də prosedural bilikdir. MİQ imtahanına hazırlaşmaq üçün qrafik qurur və bu qrafik əsasında dərs hazırlaşır. MİQ-dən yüksək nəticə toplasın deyə özünə yaxşı olanları bilir, metakognitiv bilik. Abitura ifadəsinin mənasını izah edən şagird başa düşüb, anlayıb, mənasını izah edir. Amma abitura nədir? Terminolojidir, yəni termindir. Hər hansı bir termindən danışır, bu olur terminoloji bilik. Mətni öz sözləri ilə şərh et. Öz sözləri ilə şərh etmək, müsbət obrazdımı, mənfi obrazdımı, bunları bilmək üçün təhlil etmək, anlamaq lazımdır. Bu da eləyir konseptual bilik.